Əvvəlki videomuzda kriminal dünyanın ən səs-küylü simalarından olan Lotu Qulidən, yəni Nadir Səlifovdan danışmışdıq. Amma o səs-küy, o qanlı imperiyanın hekayəsi hələ bitməyib. Əksinə, hər ötən gün daha da qaranlıqlaşır, daha amansız bir hal alır. Bugün isə Lotu Qulinin qəfil yoxluğundan sonra bağlı qapılar arxasında baş verən dəhşətli pərdə arxasını üzə çıxaracağıq. Çoxları elə bilir ki, hər şey Türkiyədəki o otel otağında bitdi. Amma əsl fırtına elə o ateş açılarkən, o xain güllə atılarkən başladı. İndi hamını eyni amansız, cavabsız qalan sual düşündürür. Məhz Nadir Səlifovun qətlinin arxasındakı o əsl gizli əllər kimə məxsus idi? O qanlı gecənin sifarişçiləri, o sui-qəsd planını addım-addım quranlar əslində kim idi? Bu sadəcə eşidilən bir şayiə, küçələrdə danışılan sıradan bir iddia deyil. Bu gecə yeraltı dünyasının tarixin gedişatını kökündən dəyişəcək. Bugünə qədər heç yerdə eşitmədiyiniz o gizli, şifrəli sübutları gözləriniz önünə sərəcəyik. Amma hər şey bununla bitmir. Gələn videomuzda isə heç kimin cəsarət edə bilmədiyi bir addım atacağıq. Qulinin sui-qəsdinin sifarişçilərinin, o qanlı planı quran xainlərin pərdə arxasında bir-birləri ilə nələr danışdıqlarının, o dəhşətli ittifaqı necə qurduqlarının məhz gizli səs yazılarını eksklüziv olaraq sizlərlə paylaşacağım. O səslər eşidiləndə bir çox maskalar tamamilə yırtılacaq, sirlər ifşa olacaq. Hazır olun. Sizin o xəbərlərdən yaxından tanıdığınız, böyük-böyük danışan, dırnaqarası mərd insanların əslində pərdə arxasında necə namərdcəsinə, qorxaqcasına Nadir Səlifovu ən yaxın adamı vasitəsilə arxadan vurdurduğunun təkzib olunmaz, təkzib edilə bilməyəcək qanlı sübutunu addım-addım ortaya qoyacağıq. Bu səs yazılarındakı hər cümlə, hər pıçıltı o namərdliyin qaranlıq xəritəsidir. Hər bir səs yazıları tarixləri ilə birgə sizlərə təqdim olunacaq. Nadir Səlifov sağlığında düşmənlərinə qan uddururdu. O sadəcə bir avtoritet deyil, qarşısında durulması qeyri-mümkün olan bir güc mərkəzi idi. Onun təkcə adı belə, o qaranlıq, rütubətli küçələri, ən böyük kriminal qruplaşmaları titrətməyə, geri addım attırmağa bəs edirdi. Heç bir rəqibi onunla üz-üzə gəlməyə, açıq müharibəyə girməyə cəsarət edə bilmirdi. Məhz buna görə də o qorxaq addım atdılar. Çünki bilirdilər ki, Quli ayaqüstü olduğu müddətdə onlara bu dünyada rahatlıq yoxdur. Bəs indi ki Quli artıq yoxdur, onun qurduğu o böyük taxt boşmu qaldı? Yoxsa hər şey tam tərsinə döndü? İndi o qanlı sui-qəsdin iştirakçılarını bilən, o satqınları və düşmənləri bir-bir, gizlicə izləyən və bəzilərini ortadan qaldıran, o dəhşətli, amansız qisası tək-tək alan kimdir? Kölgələrin içindən hərəkət edən, hələ də Lotu Quliyə, onun adına və mirasına, son nəfəsinə qədər sadiq qalan o gizli, qorxulu, hər kəsin axtardığı müəmmalı şəxs əslində kimdir? Bu sualın cavabları yeraltı dünyasında bəzilərini gecələr rahat buraxmayacaq, bəzilərinin isə ölüm hökmünə çevriləcək. Qaranlıq otaqlarda pıçıldanan sirlər indi bir-bir açılır. Hər kəs sussun, indi sübutlar danışır. Bu qanlı pərdə arxasından və gələn videoda təqdim edəcəyimiz şok səs yazılarından anında xəbərdar olmaq üçün Crime True izləyiciləri kanala abunə olmağı və bildirişləri açmağı unutmayın. Zirvədəki sirlər tezliklə açılır.